Eşk fedaisi Hazreti İmam Hüseyin. Allah'ın selamı olsun ona ve onun fedakar eshabına. Allah'ın selamı olsun ona ve onun fedakar eshabına. Hicranlı yüzler bir gün gülecek, zalimler bir gün hesap verecek. Her gün Aşura, her yer Kerbela. Ey Hüseyin'i can, ey Hüseyin'i can, zulüm içinde karardı ruhlar, kirlendi kızlar, kırıldı kollar. Her gün Aşura, her yer Kerbela. Ey Hüseyin'i can, ey Hüseyin'i can. Minarelerde yeni bir selam, ufukta güneş doğmadı hala. Minarelerde yeni bir selam, ufukta güneş doğmadı hala. Her gün Aşura, her yer Kerbela. Ey Hüseyin'i can, ey Hüseyin'i can. Her gün Aşura, her yer Kerbela. Ey Hüseyin'i can, ey Hüseyin'i can. Doğarken şafak, Kudüs sen ağla. Kurtulsun artık Mekke ve Hama. Her gün Aşura, her yer Kerbela. Ey Hüseyin'i can, ey Hüseyin'i can. Doldurdu göğü kanın feryadı, aldı bir şehit mazlum isyanı. Her gün Aşura, her yer Kerbela. Ey Hüseyin'i can, ey Hüseyin'i can. Unutulmaz mı hiç Mescid-i Aksa, susuz Kerbela, ıslandı kanla. Uyandı ümmet, birleşti eller, dillerde tekbir, Allahu Ekber. Unutulmaz mı hiç Mescid-i Aksa, susuz Kerbela, ıslandı kanla. Uyandı ümmet, birleşti eller, dillerde tekbir, Allahu Ekber. Unutulmaz mı hiç Mescid-i Aksa, susuz Kerbela, ıslandı kanla. Uyandı ümmet.
Hicretin 4. yılı. Birer yıl arayla Medine'de 2 doğum, 2 bayram, 2 ay parçası. Yeryüzünün en hayırlı dedesinin göz bebekleri doğuyor. Fatıma-tü Zehra'nın körpecik fidanları, Ali-i Mürteza'nın eşsiz kahramanları doğuyor. Cennet gençliğinin 2 seyyidi, Ehl-i Beyt'in ilk nazlı çiçekleri. 2 ay parçası merhaba diyor o incecik sesiyle. İsimlerini Rahman koyuyor Cebrail nefesiyle. Siz onlara Allah'ın 2 lütfu deyin. Birinin adı Hasan, diğerinin Hüseyin. Zaman saadetli günleri yaprak yaprak okurken onlar peygamber dizinde büyüdüler. Ve zaten onlar semada büyüktüler. Bir gün peygamberlerin incisi oturuyorlar. Hasan'la Hüseyin birbirlerini yakalama oyununda. Buyurdular, ha gayret Hasan, göreyim seni, yakala Hüseyin'i. Hazreti Ali, ya Resulallah diyor, Hüseyin'den taraf olmanız gerekmez mi? Hüseyin daha küçük. Resulullah buyuruyorlar, baksana Cebrail de Hüseyin'i tutuyor. Ha gayret Hüseyin, göreyim seni diyor. Yine bir gün Efendimiz ashabıyla yürüyorlar. Hazreti Hüseyin arkadaşlarıyla oynuyor. Peygamberimiz ellerini açıyor. Hazreti Hüseyin bir oraya bir buraya kaçıyor. Ve gülerek yakalıyor onu Nebiler serveri. Öpüyor, kokluyor, öpüyor. Sonra zamana ve mekana sesleniyor. Hüseyin bendendir. Ben de Hüseyin'denim. Allah'ı seven Hüseyin'i sever. Hüseyin torunlardan bir torundur. Allah'ın Resulü salavatullah buyurmuştu. Kim yer üzünün göy əhli yanında en sevimli şəxsinə baxmaq istəyirsə, Hüseynə baxsın. O, Həzrəti Əli və xanım Zəhranın 2-ci övladıydı. Hüseyin İbni Əli əleyhissalam uşaqlıq dövrünün 6 ilini babası Peyğəmbərin yanında keçirmişdi. Peyğəmbərin vəfatından sonra 30 il atası Əli əleyhissalamla birgə yaşamış və Əli əleyhissalamın hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdi. Həzrəti Əlinin şəhadətindən sonra siyasi və ictimai səhnələrdə qardaşı İmam Həsənlə çiyin-çiyinə çalışmışdı. İmam Həsənin şəhadətindən sonra 10 il müddətinə qədər İslami vəzifələr Həzrəti Hüseynin boynuna düşmüşdü. İmam Hüseyin gənclik dövründən başlayaraq İslam hökumətinin əsl yolundan döndüyünü müşahidə etdiyi vaxtdan atasının siyasi mövqeyini himayə etmiş və ona tabe olmuşdu. Həzrəti Hüseyin atasının hakimiyyəti dövründə baş vermiş hər 3 döyüşdə fəal iştirak etmişdi. Cəməldə ordunun sol cinahının başçılığı İmam Hüseynin öhdəsində idi. Siffeyində istər ordunu döyüşə həvəsləndirmək məqsədi ilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdı. Əbu Musa Əşəri ilə Əmr İbni As arasında gedən danışıqlarda da İmam Hüseyin əleyhissalam Həzrəti Əli tərəfindən seçilmiş əsas şahidlərdən biri idi. Atasının şəhadətindən sonra zəmanənin imamı qardaşı İmam Həsən əleyhissalamla birgə olmuşdu. Muaviyyə İmam Həsənə sülh təklif etdikdə, İmam Həsən Həzrəti Hüseyni və Abdullah İbni Cəfəri çağırıb bu təklif barədə onlarla məsləhət etdi.
O dövrlərdə Muaviyyə ikinci və üçüncü xəlifə tərəfindən Şama vali seçilmişdi. Muaviyyə vali olduğu bu müddətdə öz mövqeyini daha da möhkəmlətmiş və İslam ölkəsinin taleyini həll edərək xəlifə kimi hakimiyyəti ələ keçirmişdi. Beləliklə də o, İslamın qatı düşməni olan Əməvilər sülaləsinin müsəlmanların başı üstündə rəhbər etmiş və Ziyad, Əmr ibn As, Səmurə ibn Cündəb kimi zalım şəxslərin köməyi ilə zor gücünə hökumət təşkil verərək İslamı alt-üst etmişdi. İslamın tam ziddinə olan bu siyasət, həmçinin Muaviyyənin siyasəti ilə əqidə cəhətdən üst-üstə düşən mürciyyə və cəbriyyə kimi batil firqələrin yayılmasına şərait yaratmaq cəmiyyətdə pis və acınacaqlı təsirlər yaradaraq cəmiyyəti zillətlə dolu olan bir mənəvi ölüm meydanına çıxartdı. Bu acınacaqlı siyasət nəticəsində İslam cəmiyyətinin əsl mahiyyəti itib batdı və İslami dəyərlər bir-birinə dəydi. Belə ki, müsəlmanların İslamın onlara din adı ilə rəhbərlik edən zalım xəlifələri dəstəkləmək icazəsini vermədiyi bildikləri halda, yenə də onlar qorxudan, xəbərsizlik və zəiflik ucbatından həmin xəlifələri dəstəkləyirdilər. Bu siyasət nəticəsində müsəlmanlar Qur'an məntiqi və Peyğəmbər təliminin əksinə olaraq qorxaq, zahirbaz və saziş qəbul edən şəxslərə çevrilmişdilər. Muaviyyənin dövründə zülmün qat-qat artmasına, qətl və hədələmələrin sayının çoxalmasına, müsəlmanların öz hüquqlarından, gəlirlərindən açıq-aşkar məhrum olmalarına baxmayaraq, onun İslama zidd olan hökumətinə qarşı belə bir ümumi qiyam baş vermədi. Çünki dövrün hökuməti qiyam başçılarını öldürür, məntəqədəki hərəkəti boğur, cəmaat isə heç bir əks tədbir göstərə bilmirdi. İmam Hüseyin əleyhissalam heç kəsin etiraz etməyə cürəti olmadığı bir dövrdə ayağa qalxıb mübarizə aparırdı. İmamın Muaviyyə ilə həmzaman olduğu 10 il imamət dövründə özü ilə Muaviyyə arasında bir çox məktublaşmalar olmuşdu. Bu da Həzrət Hüseynin Muaviyyənin müqabilində tutduğu inqilabi və möhkəm mövqeyinin nişanəsidir. İmam Muaviyyənin İslama zidd olan hər hansı bir hərəkətindən sonra onu möhkəm danlayır, tənqid edir və həmən işə öz etirazını bildirirdi. Bu işlərin ən əsasından biri Yəzid ibn Muaviyyənin vəliəhdliyi idi. Muaviyyə Yəzidi vəliəhd təyin etmək məqsədi ilə irəli sürdüyü siyasəti davam etdirərək Mədinə şəhərinin cəmaatından, xüsusən də başda İmam Hüseyin olmaqla şəhərin adlı sanlı şəxsiyyətlərindən Yəzid üçün beyyət almaq məqsədi ilə Mədinə şəhərinə gəldi. Muaviyyə İmam Hüseyin və Abdullah ibn Abbasla görüşüb, söhbət əsnasında Yəzidin vəliəhdliyini ortaya atdı. O çalışırdı ki, onları bu işə razı salsın. İmam Muaviyyənin bu sözü qarşısında belə dedi: Sən özünü üstün tutmaqla ifrata düçar olmusan, cəmaatın ümumi malını qəsb etməklə zülm etmisən, sən cəmaatın malını onların özlərinə qaytarmaqdan çəkindin və bu işdə xəsislik etdin, açıq-aşkar o qədər qarətlər etdin ki, öz həddini aşdın. Haqq sahiblərinin haqqını özlərinə qaytarmadığın üçün şeytan səni yoldan çıxarmaqda öz arzusuna çatdı. Yəzid üçün saydığın fəzilətləri və İslam ümmətini idarə etmək üçün qeyd etdiyin ləyaqətləri başa düşdüm.
Sən cəmaata elə adamı tanıtdırmaq istəyirsən ki, elə bil cəmaat onun həyat sabiqəsini tanımır. Sanki burada olmayan bir nəfərdən xəbər verirsən ki, cəmaat onu görməyib. Elə bil ki, onu ancaq sən tanıyırsan. Xeyr, Yezid öz batinini açıq-aşkar etmişdi. Yezidi olduğu kimi tanıtdır. Yezid keyf adamıdır. O ömrünü çalıb oxumaq və əyyaşlıqla keçirir. Yezidi bu cür tanıtdır. Bu boş təbliğlərini kənara qoy. Bu ümmətin müqabilində boynuna yığdığın öz günahların bəsdir. Elə bir iş görmə ki, Allah qarşısında günahların bundan da ağır olsun. Muaviyyənin ölümündən bir il qabaq, onun hökumətinin Əhl-Beyt tərəfdarlarına qarşı əzab-əziyyət və işgəncələrinin kulminasiya nöqtəsinə çatdığı bir dövrdə İmam Hüseyin əleyhissalam həcc ziyarətinə getdi. Abdullah İbni Abbas və Abdullah İbni Cəfər də o həzrətlə idilər. O vaxt cəmaat arasında təqva, xeyir və paklıqla tanınan Peyğəmbərin səhabələri, tabein və bütün Bəni Haşim nümayəndələri imamın Minadakı çadırına yığışmaq istədilər. 200 nəfər səhabə və 700 tabein imamın çadırının yanında toplaşdı. İmam Hüseyin ayağa qalxıb belə dedi: Gördünüzmü, bu zalım və qəddar kişi biz və tərəfdarlarımızla necə rəftar etdi? Mən indi bəzi məsələlərə toxunmaq istəyirəm. Əgər dediklərim düz olarsa, təsdiq, yox əgər yalan olarsa, təqzib edin. Mənim sözlərimi eşidin və danışdığımı yazın. Elə ki, öz şəhərlərinizə qayıtdınız, mənim sözlərimi etibarlı və inanılmış şəxslərə çatdırın və onları bizə tabe olmağa dəvət edin. Mən bundan qorxuram ki, bu məsələ cəmaatın biz Əhl-Beyt tərəfindən idarə olunması tamamilə unudula və haqq məğlub olub aradan gedə. İndi ey ümmətin qabaqçılları, əgər siz mənə kömək etməsəniz, zalimlar sizə qalib gələcək və Peyğəmbərimizin nurunu söndürmək üçün çalışacaqlar. Azadsan. Məktubun cavabı olmayacaq, əmir. Yox, nə cavab olacaq? Xəlifəyə yazıb Hüseyin İbn Əlinin elçisi Müslim İbn Əqil Kufəyə gəlib. Nəzarət ilə çaxnaşma yaratmasın. Lap yaxşı. Biz də nəzarət eləyirik. Xəlifənin qəzəbli xitabından sonra düşünürdüm ki, Müslim İbn Əqilin kəsilmiş başını özümlə Şama aparacağım. Əcəb. Xəlifənin qəzəbli xitabı nə idi? Xəlifəyə xəbər çatıb ki, siz İbn Əqillə xoş davranırsınız. Val xey fitnəkar qasid. Kəsilmiş baş aparmaq həvəsi ilə gəldiyinə görə sənə mənim cavabım elə bir mənalı olacaq. Düzdür, Hüseyin İbn Əli yaxşı iş görməyib. Müsəlmanların xəlifəsi Yezid İbn Muaviyyənin beyyətini rədd eləyərək Məkkəyə gedib və İraq cəmaatını dəvət eləmək üçün elçisini Kufəyə göndərib. Amma mən Numan İbn Bəşir bir müsəlmanam. Baş kəsməklə müsəlmançılıq olmaz. Mən bir müsəlman kimi Peyğəmbərin gözünün nuru olan bir adamın üstünə axı necə qılınc çəkə bilərəm? Necə çəkə bilərəm? Hə? Özü də Kufədə, bu qədər şeyxi və min cür fitvası olan şəhərdə. Bugün görürsən fitva verirlər ki, Yezidlə beyyət haramdır. Sabahsı gün fitva verirlər Hüseynlə döyüş halaldır. Bir tərəfdən məktub yazıb Hüseyni Kufəyə dəvət eləyirlər, digər tərəfdən Yezidə məktub yazırlar ki, valin Hüseynin elçisi ilə xoş rəftar eləyir. Allaha pənah aparıram bu min üzlü cəmaatdan. Şərab, kabab, qumar, rübab, iftiradır, yalandır. Bəs buna nə deyəsən? Bu ki möhürlənmiş məktubdur. Nə ağılla belə əmrin altından möhür vurub.
Yazın Müslüm İbn Əqili və himayədarlarını qətlə yetir. Evlərini yandır, əhli əyalını da kəniz kimi sat. Küfədə üstü möhürləmiş xəbərlər belə gizli qalmır. Təəccüblənirəm ki, necə olur Yezid hələ də bu İraq cəmaatını tanımayıb. İraqı tanımayıb heç. Gənc xəlifə Hüseyni də tanımır. Mərhum Muaviyyə o qüdrəti ilə yenə də Hüseyndən qorxurdu. Kaş Muaviyyə ölməyəydi. Mənim təəccübüm səndəndir ki, bu qədər hadisədən sonra hələ də küfəlilərə inanır. Məyər unudub atası Əli və qardaşı Həsənlə neynədilər? Qorxuram Hüseynlə Yezidin arasını qızışdıranlar Ələvilərin adıyla Beytülmalı qarət eləyib bizi də arzulamadığımız bu döyüşə sürükləyələr. Mən əminəm ki, küfəlilər yenə də Əli övladlarına xəyanət edəcəklər. Necə ki, Əlinin başını yaraladılar, Həsənin ciyərlərini parçaladılar, Hüseyni də öldürəcəklər. Yezid İbn Ziyadı boş yerə Küfəyə hakim təyin eləməyib. Mərcanənin oğlu Küfə cəmaatının yuxu damarını tutmağı çox gözəl bacarır. Bugün o Küfə əşəriləri ilə bir araya gəldi. Əgər işlər bu qayda ilə getsə, tezliklə Küfə Ələvilərini də özünə tabi edəcək. İbn Ziyadın sağ qalmağı Hüseynin ölümü deməkdir. Ve bir gün Cebrail bir haberle gelir. Hüseyin Fırat kıyısında şehit edilecektir. Orası üzüntülü, tasalı, mihnetli ve belalı bir yerdir. Kerbü beladır. Orası Kerbeladır. Hicretin 61. yılı. Aylardan Muharrem. Kan renginde Fırat. Ve dudaklar susuz, yürekler susuz. Kerbela'da bir oğul var. Yoluna oğullar feda. Bir torun Kerbela'da. Dedesinden 50 yıl uzakta. Onun gibi bembeyaz giyimli, bembeyaz yüzlü. Atının üzerinden sesleniyor. Merhametten yoksun olanlara. Ben Peygamberiniz Aleyhisselam'ın kızının oğlu değil mi? Ben Hazreti Muhammed Mustafa'nın torunu değil miyim? Şehitler Seyyidi Hamza babamın amcası değil mi? Çift kanatlı şehit Cafer benim amcam değil mi? Mən əminəm ki, Hüseyin İbn Əlinin bu qiyamını qan tökmədən belə yatıra bilər. Kerbela'da bir oğul var. Çevresinde yeminler ediliyor şehadete ve bir bir toprağa düşüyor yiğitler. Ehli Beyt'in solan ilk çiçeği Aliyyül Ekber'di. Sonra sıra sıra soldu civanlar. Avn bin Abdullah bin Cafer, Muhammed bin Abdullah bin Cafer, Abdurrahman bin Akil, Cafer bin Akil. İşte bakın, biri daha yürüyor ölüme. Hazreti Hasan'ın oğlu Kasım. Onun da yüzü ay parçası. Elinde kılıç, üzerinde gömlek ve pelerin. Ayak sandallarından birisinin bağı kopmuş. Başına bir kılıç iniyor. Ve amca diyerek yüzüstü düşüyor Kerbela'ya. Kerbela'da bir oğul var, bir şahin var, kucağında 3 yaşında bir seyit, adı Abdullah ve bir ok Abdullah'ı boğazından vuruyor. Hazreti Hüseyin kanla dolan avuçlarını yere boşaltıyor. Ya Rab diyor, bize göklerden yardım etmeyeceksen, hakkımızda ondan daha hayırlısını ihsan et.
Hicretin 61. yılı, Muharrem ayının 10'u, bir şehit var Kerbela'da. Tam 33 mızrak yarası, 34 kılıç yarası. Ey Muhammed'im, neredesin, nerede? Hüseyin'in başı bir yerde, gövdesi bir yerde. Bu Hazreti Zeynep'in feryadıdır dedesine. Ey Muhammed'im, ey Muhammed'im, sana göklerdeki melekler salatü selam getiriyorlar. Hüseyin ise şu otsuz bozkırda, çölde, tozlara, topraklara, kanlara bulanmış, azaları kesilmiş yatıyor. Ey Muhammed'im, senin kızların esir edilmiş, zürriyetin hep öldürülmüş, sabah yerleri onların üzerine toz toprak savuruyor. Abdullah bin Abbas o gün Medine'de Resulullah Aleyhisselam'ı görür rüyada. Yanında içi kan dolu cam bir bardak. Ve şöyle buyurur: benden sonra ümmetimin yaptığı şeyi biliyor musun? Hüseyin'i şehit ettiler. Bu onun ve ashabının kanlarıdır. Bunu Allah'a sunacağım. Ya Resulallah, biz asırlar sonra geldik. Eğer o gün olsaydık Kerbela'da, Allah'a kasem olsun ki ashabının seni koruduğu gibi korurduk ehli beytini. Ya da o uğurda verirdik canımızı. Bu sözümüzün bir ispatı olarak bugün biz senin kapındayız. Taşıdığımız ehli beyt isimleri. Kimimiz Ali, kimimiz Fatıma, kimimiz Hasan ve Hüseyin ve iftiharla senin ismini taşıyor çoğumuz. Allah ruhumuzu senin kapında, ehli beytine layık olduğumuz bir anda alsın. Ali Asgar'la, Zeynel Abidin'le her asırda Hüseyin'i çiçekler açarken, yanaklarında peygamber bu sesi ve her biri senden bir koku taşırken çağlara, Allah bizi onlardan ayırmasın. Bizi senden ve rızasından ayırmasın. Bizi senden ve rızasından ayırmasın. Göz yaşım leysan olup səhrada bir dəryadır bu. Göz yaşım leysan olup səhrada bir dəryadır bu. Gel gedək buradan Hüseynim, qanlı bir səhradır bu. Xatəmin övladına yas tutmağa Adəm gəlib. Xatəmin övladına yas tutmağa Adəm gəlib. Adəmin fəryadına Peyğəmbəri Xatəm gəlib. Kərbəla torpağına göydən bütün aləm gəlib. Cavr çək, başsız Hüseynə baş çəkən Zəhradır bu.
Gel gedey buradan Hüseynim, qanlı bir səhradır. Öttü 1400 ilim, dur sümrə bir meydan oxu. Öttü 1400 ilim, dur sümrə bir meydan oxu. Yetti son aşura zulmün qətlinə fərman oxu. Bitti haqqın intizarı, döndü bu dövran oxu. Surələr sur oldu xətmi, qeybəti kübradı bu. Gəl gedək, gəl gedək buradan Hüseynim, qanlı bir səhradır. Badükubə şəhrinə bir gün Əli Əkbər gələr. Badükubə şəhrinə bir gün Əli Əkbər gələr. Həzrəti Abbasidən Həzrət Əli əsgər gələr. Zülfiqarı ilə Əmir əl-Möminin Heydər gələr. Sahibi əsri zamandan öncəki peydadır bu. Gəl gedək buradan Hüseyni, qanlı bir səhradır bu. Ol Yezidin ləşkərindən bir başa min baş gedər. Ol Yezidin ləşkərindən bir başa min baş gedər. Şah Hüseynin başdadır, hər başda gizlin baş gedər. Baş düşər başdan çıxar qaş başa bir gün baş gedər. Baş düşər başdan çıxar qaş başa bir gün baş gedər. Yazdığım misralər içrə qalibi misradır bu. Gəl gedək, gəl gedək buradan Hüseynim, qanlı bir səhradır bu. Bir səhər mən at belində göydə gördüm hüccəti. Bir səhər mən at belində göydə gördüm hüccəti. İndi göylərdən yerə sildim 1000 illik həsrəti. İnşallah gün gələr kübəmdə görürük həzrəti. Bir həqiqətdir yazıb pünhan, demə xülyadır bu. Bir həqiqətdir yazıb pünhan, demə xülyadır bu. Gəl gedək, gəl gedək buradan Hüseynim, qanlı bir səhradır bu. Gəl gedək buradan Hüseynim, qanlı bir səhradır bu. Acılar şehri Kerbela, gönlüm acı ile dolar. Hasan Hüseyin'i kim bular? Kerbela'da, Kerbela'da. Hasan Hüseyin'i kim bular? Kerbela'da, Kerbela'da. Kerbela'da, Kerbela'da. Kerbela'da, Kerbela'da. Canlar bedenden söküldü. Kerbela'da, Kerbela'da. Canlar bedenden söküldü.
gönül dalını kurdular. Kerbela'da, Kerbela'da gönül dalını kurdular. Kerbela'da, 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 Kerbela'da canlar bedenden söküldü. Kerbela'da, Kerbela'da canlar bedenden söküldü. Kerbela'da, Kerbela'da. Zalimce pusu kurdular, hiç acımadan vurdular. Kolum kanadım kırdılar. Kerbela'da, Kerbela'da kolum kanadım kırdılar. Kerbela'da, 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 Kerbela'da canlar bedenden söküldü. Kerbela'da, Kerbela'da canlar bedenden söküldü. Kerbela'da, Kerbela'da. Herkesin boynu büküldü, alkanlar çöle döküldü. Canlar bedenden söküldü. Kerbela'da, Kerbela'da canlar bedenden söküldü. Kerbela'da, 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 Kerbela'da canlar bedenden söküldü. Kerbela'da, Kerbela'da canlar bedenden söküldü.